Dostlar, bugün səhər fərqli başlayıb. Erkən saatlara baxmayaraq, burada enerjimiz çox yüksəkdir. Səhər idmana mənə gətirən sağlam olmaq istəyidir. Sağlam olmaq biz biraz geniş mənada baxırıq. Yəni həm fiziki sağlamlıq, həm mənəvi və emosional sağlamlıq. Ona görə istək budur ki, gün ərzində daha enerjili və daha tam olaraq sağlam olaq. Özümüzü hiss eləyək sağlam. İdman etmədiyiniz gün özünüzü necə hiss edirsiniz? Sanki mən bədənimə borclu qalmışam. Çünki biz hər gün gündəlik olaraq bədənimizi istifadə edirik. Hətta biz yatanda da o işləyir. Ona görə mən hesab edirəm ki, biz bədənimizə borcluyuq və borcumuzu qaytarmalıyıq. Fərqi yoxdur da, hansı hava, hər gün biz saat 7-də buradayıq parkda. Pensiya çıxandan sonra nə varım? Oturmuşdum evdə, başladım idmana. Velosiped aldım, gedirəm bulvara. Neçə yaşınız var, özünüzü neçə yaşında hiss edirsiniz? Mən 72 yaşım var, 73-ə keçmişəm. Amma hiss edirəm 40 yaşında, 35 yaşında cavan oğlan.